Salamlayıram sizi, mənim gözəl və dəyərli izləyicilərim. Yaxşı ki varsınız. Yaxşı ki mənimləsiz. Ümidvaram ki sıxıntınız, probleminiz yoxdur, hər şey yolundadır. Baxaq görək 28 aprel və 5 may tarixində bizi nə gözləyir, nə yenilik olacaq? Həftəmiz monoton mu olacaq, yoxsa yeniliklər mi olacaq? Buna baxaq. Videom sırf izləyicilərimə aid, kənar şəxslər izləməsin. Çünki sizə heç bir halda heç bir enerji ötürmürəm. Və baxaq görək. Birinci, ikinci və üçüncü dəstə. Üzərinə bir şey qoyacağım. Ağ, yaşıl və sarı. Kartlara da fikir verirsiniz, amma əgər kartlar sizə bir çağırış vermirsə, o zaman üzərindəkinə baxırsınız. Amma əsas odur ki, siz hiss eləməlisiniz ki, hansı kartı seçməlisiniz. Kimin üçün vaxt azdırsa videonu saxlaya da bilərsiniz. Birinci variantı seçənlərlə başlayırıq. Görək. 28 aprel və 5 may tarixində bizi nə gözləyir? Belə bir şey deyim. Sanki bunu deməliyəm də. Bilirsiniz ki, yəni nə çıxdı, onu da deməliyim. Sanki ola bilsin 8'li bir zamanı göstərir, 28'də ola bilər ki, sevərək bitən bir münasibətiniz olacaq. Amma bu tamamilə bitiş olmayacaq. Bunu da deyim, yəni biləsiniz, sevərək bitən bir münasibətiniz, o insan sizdən üz döndərə bilər və ya da ki, siz əsəbləşib arxanızı çevirə bilərsiniz, çıxıb gedə bilərsiniz. Zaten münasibətiniz biraz ağır gedir və ola bilsin ki, münasibətdə nəsə xoşa gəlməz bir şeylər baş verər və arxanızı, ikinizdən biriniz arxanızı dönərək çıxıb gedə bilərsiniz. Bu insanın və ya da sizin o ünsürü olma ehtimalınız böyükdür. Yəni mən burada sevərək bitən bir münasibət görürəm, amma yenə deyirəm, başqa kartlar çıxsaydı mən deyərdim ki, yəni bunun yerinə başqa bir kart olsaydı mən deyərdim ki, bu tamamilə bitişdir, amma tamamilə bitiş deyil. Sadəcə olaraq bilin. Yəni bəzi insanlar var, onu da bilmək istəyir ki, münasibət bitdi, yaxşı. Bəs o məni sevirdimi? Burada əlbəttə ki, sevir. Burada sevərək bitən bir münasibətdir. Sevərək bitən, ola bilsin bəlkə əngəl var ortada. Üçüncü bir şəxs var, nə bilim ana faktor var, başqa bir faktorlar var. Amma sevərək bitən bir münasibət görürəm. Bəzilərinizdə isə işlə bağlı bir təklif gözləyənlərimiz varsa, sanki ola bilsin ki, işlə bağlı çox çökmüş bir vəziyyətdəsiz, ya işləmirsiniz, ya da ki, maddi bir duruma, məvacibə bir ehtiyacınız var kimi görünür. Sizə iş təklifi gələcək bir insan tərəfindən işlə təmin oluna bilərsiniz. Artıq bunu qəbul eləyib eləməmək sizdən asılı olan bir şeydir. Tarot sadəcə göstərir ki, sizə bir iş təklifi gələcək. Yəni bir insan tərəfindən sizə hardasa işə düzəltmək sözü verilə bilər və bu söz də düzgün olacaq. Belə. Birinci variant belə getdi. Yəni beyninizdə qalmasın ki, münasibətimiz bitdi, ayrılacağıq. Yox. Sadəcə olaraq sevərək bitən bir münasibət, amma ondan sonra inşallah ki, yəni yaxşı olacaq. Çünki mən burada tamamilə bitiş də görmədim. İkinci variantı seçənlər baxaq görək. Sizi nə gözləyir? Bir insanın yalanını tuta bilərsiniz. Bir insanın xəyanətini tuta bilərsiniz. Bəlkə də bir yerdə deyilsiniz bu insanla. Bəlkə də xəyanət sayılmır bu. Amma eşidə bilərsiniz, bilə bilərsiniz ki, bu insan kimlənsə münasibət qurur, kimlənsə, necə deyim, bir əlaqəsi var. Bu insan onun yoldaşı da ola bilər. Çünki burada üçüncü fakt enerjisi də çıxdı. Yəni əlim qolum bağlıdır. Məndən artıq şeylər istəmə və yaxud da ki, anası daha doğrusu yoldaşı olmaz da başqa bir insan ola bilər. Amma siz daha yaxşı bilərsiniz. Yəni ümumilikdə götürəndə bu insanın nəsə bir səhv hərəkətini tuta bilərsiniz. Əgər bir yerdə sizsə
Səhv hərəkətini tuta bilərsiniz, yalanını tuta bilərsiniz. Təəssüflər olsun ki, mən burada da ayrılıq görürüm. Amma birinci variantda elə bir hər şey yaxşı getdiyi yerdə sevərək bitən bir münasibət. Burada isə ola bilsin ya danışmırsınız. Çünki bu kart mənə göstərir ki, sanki hər şey bitib. Danışmırsınız, heç nə yoxdur ortada. Amma bir ümid onu gözləyirsiniz. Bu ümid də ki, onun nəsə bir yalanı ilə çıxacaq üzə. Nəsə bir şey gözləyəcəksiniz ondan, sizə addım atması ilə bağlı. Amma biraz da şübhələnirsiniz sanki bu insanın həyatında kimsə var. İşdən təklif gözləyənlər, işdən və yaxud da ki, imtahan gözləyənlər çox təəssüflər ki, burada mən nə imtahandan keçiş, nə də ki, işə qəbul kimi bir şey görmürəm. Sizin işə qəbul olmaq istəməyən insanlar var. İşə qəbul olmağınızı istəməyən insanlar var burada. Yəni biraz əngəl. Bəlkə də sizin beyninizi doldurur ki, nə edirsən, o işdən sən onsuz da bir fayda görməyəcəksən, o işdə qabağa gedə bilməyəcəksən. Burada çox insanlar ola bilər, yəni bu sözü deyən. Siz artıq oturun düşünün ki, bu sözləri kim sizə deyir. Belə. İkinci variant da belə getdi. Üçüncü variantı seçənlər inşallah ki, 3-də yaxşı bir cavab görərik. Aha, süper. 3 hoşuma geldi. Qəşəydi 3. Sevilirsiniz, sevirsiniz, doğmasız, yad deyilsiniz qarşı tərəf üçün. Nə bilim, bəlkə sizlə ailə də qurmaq istəyir bu insan, əgər hər iki tərəfdə subaydısa. Yox, əgər ailə qurmağa imkanınız yoxdursa, bu insan sizi doğma insanı kimi görür. Siz onun həyatında varsınız, olacaqsınız. Tez bitməsini istəmir. Çox qəşəng çıxıb, hər tərəfli olaraq bu insanın arzusundasınız, istəyindəsiniz. Yəni arzuluyursunuz, istəyir. Əgər ortada bir küsüllük varsa, yəni bunu ağlınızdan çıxardın ki, bu insan sizə addım atacaq. Yəni bu küsüllüyü ağlınızdan çıxardın. Bu insan sizə addım atacaq, sevgi ilə addım atacaq. Siz onun zaten doğma insanısınız. Sizdən heç yerə qaça bilməz bu insan. Sevir, istəyir, onun üçün özəl bir insansınız, onun üçün gözəl bir insansınız. Xarakter olaraq ola bilər və yaxud da ki, görünüş olaraq ola bilər. Aranıza başqa bir insanların girməsini istəmir, istəyir sadəcə sakit bir münasibət qursun sizlə, xoşbəxt olsun, hər şey yaxşı olsun, üçüncü şəxs olmasın. Üçüncü şəxs olacaqsa da ortaya girən yaxşı insanlar olsun ki, sizin münasibətinizi birləşdirmək adına. Yəni bu hər iki tərəf subaydısa, ana faktorlar ola bilər ki, ortaya girsin və ortada bir xeyri iş olsun. Yəni çox kartlarımız çox qəşəng çıxdı. Əgər bu insan yoldaşınızdırsa və siz aranız yaxşı deyilsə, aranız düzələcək, hər şey yaxşı olacaq. Əgər sevgilinizdirsə, yenə deyirəm, hər şey yaxşı olacaq, barışacaqsınız. Nə bilim, o insana təklif gələcək, hədiyyə də ola bilər, o insan sizə hədiyyə də ala bilər, harasa apara da bilər, harasa gedə də bilərsiniz. İşdən təklif gözləyənlərimiz varsa, %90% bu iş alınacaq. Harasa CV vermisinizsə, kimsə sizi işə çağıracaqsa, bunu gözləyirsinizsə, çox qəşəng çıxdı kartlarınız. Ola bilsin, bəlkə də siz bizneslə məşğulsunuz, 2-3 nəfərlə iş görürsünüz. Fərqi yoxdur. İşləriniz super vəziyyətdədir. Super vəziyyətdə də olacaq, davam edəcək. Biraz ruzi probleminiz var. Qazandığınız sanki bilmirsiniz hara gedir. Bəziləriniz isə sanki qazanmırsınız. Bir ailədən alırsınız pulu. Yəni maddi vəziyyətiniz yaxşıdır ailənizin. Siz ailədən pul götürürsünüz. Yəni burada da bir sıxıntı yoxdur. Oxuya bilərsiniz, tələbə ola bilərsiniz. Amma ümumilikdə götürəndə İş deyirsinizsə, iş olacaq, sevgi deyirsinizsə, sevgi olacaq, o insan sizi istəyir, sizdən əl çəkmək fikri yoxdur, sizə qarşı gözəl duyğular var. Heç olmasa üçüncü variant yaxşı çıxdı. Bu qədər mənim gözəl izləyicilərim, gözəl izləyicilərim. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Sizi çox istədiyimi heç bir zaman unutmayın. Bu həftəmizdə belə oldu, üzülməyin, əgər pis söz dediyim variantlar oldusa. İnşallah ki, həyatımızda hər bir şey bizim dörd dörtlük getmir. Arada bir axsayırıqda, düşürükdə, əsas odur ki, o düşüşdən sonra qalxa bilək. İnşallah ki, üzümüzə gələn həftədə sizin də kartlarınız yaxşı çıxar.
Bu qədər öpürəm sizi. Özünüzə yaxşı baxın. Sağ olun.